Premier Liqa və 1-ci liqa haqqındakı sujetlərdən sonra sırada 2-ci liqadır. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən çempionatlarda ən uzun qış tətili məhz bu liqadadır. 12 komandanın hər biri 14 oyun keçirir və yollanıb 62 günlük qış fasiləsinə. İkinci liqada komandalar 22 tur ərzində bir-biri ilə 2 dəfə qarşılaşır. 22 turun yekununa əsasən çempionatın qalan bölümü 6-lıq sistemi üzrə keçirilir. İlk 6 yer çempionluq, digər 6-lıq liqada qalmaq uğrunda mübarizə aparır. Çempionluq uğrunda mübarizə aparanlar demək olar ki, konkretləşib. Mövsümün əvvəlində çempionluğa 4-5 klub namizəd göstərilirdisə, indi ortada yalnız Xankəndi, Qaradağ, Lökbatan rəqabəti var. Bu komandaların öz aralarındakı ilk oyunda Lökbatan təmsilçisi 2-0 hesablı qələbə qazanıb. Qış fasiləsindən sonraki ilk turda fevralın 23-ü və ya 24-ündə liderlər yenidən qarşılaşacaq. Bu dueldə tərəflərdən biri qalib olarsa, turnir cədvəlindəki 2 hakimiyyətliyə son qoyulacaq. Qaradağ Lökbatan hazırda top fərqinə görə Xankəndini qabaqlayır. Müsbət 50 Lökbatanlılarda, 46 isə Xankəndi komandasındadır. Qaradağ Lökbatan rəqiblərinə qarşı amansız oyunu ilə bu fərqi yaradıb. Araz Saatlıya 13, Ağstafa Gəncləri komandasına 8, Göygölə 7 qol vurub Qəzənfər Abbasovun komandası. Komandalar arasında səviyyə fərqi belə böyük olanda belə hesablar təəccüb doğurmur. Qaradağ Lökbatanın ötən mövsüm 1-ci liqanı tərk etməsi klub rəhbərliyini hərəkətə gətirdi. Baş məşqçi postuna işi ilə özünü təsdiqləmiş Qəzənfər Abbasov gətirildi. 2-ci liqa səviyyəsi üçün normal sayıla biləcək transferlər edildi. Xaçmazın Şimal klubundan gələn 24 yaşlı Tofiq Nəsibov 14 qolla hazırda Bombardilər siyasında ilk dördlükdədir. Azərbaycan Premier Liqasından tutmuş çimərlik futboluna qədər bütün liqalarda oynamış 37 yaşlı Sabir Allahquliyev də təcrübəsi ilə Qaradağ Lökbatana çox fayda verir. Bu klub 2012 və 2022-ci illərdə 1-ci liqada çempionluq qazansa da, Elxan Məmmədovun dövründəki AFFA-nın idman prinsiplərini heçə sayması səbəbindən heç bir halda Premier Liqada oynamaq hüququ qazanmayıb. Artıq liqalarda yüksəlmə, düşmə mexanizmi bərpa olunub, bütün dünyada necə, bizdə də elə. Qaradağ Lökbatan tarixində ilk dəfə Premier Liqada oynamaq imkanı qazanacaq, ya bunu Xankəndi FK bacaracaq, bunu biz mayda biləcəyik. Cəmi 2 ildir yaradılan Xankəndi FK isə fırtına kimi gəlir. İştirak etdiyi ilk yarışda Region Liqasının çempion olub 2-ci liqaya yüksələn komanda indi də 1-ci liqanı hədəfləyib. Hələ mövsümün startından əvvəl klub rəsmiləri belə bir açıqlama vermişdi. Xankəndi FK olaraq bizim 2-ci liqada vaxt itirmək niyyətimiz yoxdur. Görünür söz boşuna deyilməyib. Komandanın heyətinin əksəriyyəti yüksək liqada oynamış futbolçulardır. Nodar Məmmədov, Elşad Manafov, İlyas Səfərzadə, Bəhruz və Müşfiq Teymurovlar, U19 millimizdə çimərlik futbol yığmamızda oynamış Tural Qürbətov. Qürbətovla Bəhruz Teymurov Xankəndi FK-nın əsas qol silahlarıdır. Komanda 14 turda 55 qol vurub ki, bunun da yarıdan çoxu 28 qolu bu tandemin hesabındadır. 16 qol Bəhruz, 12 qol Tural. Xankəndinin əla çıxışına baxmayaraq maraqlıdır ki, qış fasiləsində baş məşqçi İbrahim Uzunca vəzifəsindən kənarlaşdırılıb. Mediada futbolçularla Türkiyəli mütəxəssis arasında problem olması xəbərləri yayılsa da, Xankəndi FK-nın meneceri Rəşad Babayev Sportinfo TV-yə açıqlamasında bu xəbəri təkzib etdi. Klub menecerinin dediyinə görə İbrahim Uzuncanın başqa yerdə də işi var. Bu səbəbdən bəzən klubun məşqlərində belə iştirak etməyə vaxt tapmır. Bu isə 1-ci liqaya yüksəlməyə qarşıda məqsəd qoyan bir klub üçün yol verilməzdi. Rəhbərlik bu məsələlə bağlı İbrahim Uzunca ilə xeyli danışıqlar aparsa da, ortaq məxrəcə gələ bilməyib, sonda dostcasına yolları ayırmağa qərar verib. Daha doğrusu yollar ayrılmayıb. İbrahim Uzunca Xankəndi Futbol Akademiyasında yaradılacaq uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olub. Uzuncanın bu sahədə hələ Bakı Futbol Akademiyasından böyük təcrübəsi var. Düzü, lider komandanın baş məşqçinin belə qeyri-peşəkar davranışı bizə qaranlıq qaldı. Necə yəni ikinci iş yeri var? Axı klub İbrahim Uzunca ilə müqaviləni sentyabrda 1 il müddətinə də artırmışdı. Cəmi 3 ay sonra bu ikinci iş yeri söhbəti necə ortaya çıxdı? 1-ci liqana təkcə meydandakı nəticələrlə deyil, həm də idarə etmədəki peşəkarlıqla haqq etmək lazımdır. Bu qeyri-məqbulu yazaq həm Uzuncanın məşqçi anketinə, həm də Xankəndi FK-nın məsul şəxslərinin CV-sinə. Türk məşqçinin əvəzinə isə sonuncu iş yeri Karvan Yevlaxda Azər Həşimovun köməkçilərindən olmuş Zaur Hacıyev təyin edilib. İndiyədək əsasən aşağı yaş qrupları üzrə komandalarda baş məşqçi və Karvan Yevlaxda köməkçi məşqçi kimi işləmiş Zaur Hacıyev üçün bu səviyyədə ilk ciddi imtahandır.
Klub ikinci dövrədən etibarən gündəlik məşq prosesinə keçir. Ona görə hər gün işinin başında olacaq məşqçiyə ehtiyac vardı. Qış fasıləsində Xankəndi FK 6 oyunçu ilə vidalaşıb, bir o qədərini də transfer edib. Bir vacib məsələ də var: stadion. Xankəndi FK yarandığı gündən bəyan etdiyi kimi adını daşıdığı tarixi şəhərimizi sözün əsl mənasında təmsil etmək niyyətindədir. Ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək üçün klubdan stadionun balansında olduğu Gənclər və İdman Nazirliyinə yazılı müraciət edilib. Oradansa cavab gəlib ki, stadionda bərpa işləri hələ başa çatmayıb, proses yekunlaşdıqdan sonra nazirlikdə bununla bağlı müzakirələr olacaq. İdman Nazirliyinin hansı gedişi edəcəyini biz də maraqla gözləyirik. Bəs ikinci liqada çempionluq yarışında niyə məhz bu iki komanda qaldı? Hanı mövsümün əvvəlində adı iddialar sırasında çəkilən Quba, Şəki City, Şəmkir? Qubaya böyük futbol ev oyunları üçün buranı seçən İmişli FK-nın sayəsində ayaq basıb. Amma Qubalılara öz doğma komandalarının yüksək liqada oynaması lazımdır. Təəssüf ki, klub prezidenti Ayaz Abdullayevin komandanı yaşatmaq üçün imkanları artıq xeyli məhdudlaşıb. Maliyyə problemi və bu yüzdən aparıcı oyuncuların klubu tərk etməsi bütün iddiaların üstündən xətt çəkib. Bununla belə Quba FK mətincəsinə 3-cü sırada qərarlaşıb. Liderlərdən 7 xal geri qalmaqla. Komandanın vurduğu 37 qolun tən yarısına imza atan Vidadi Cəfərov da Bombardilər yarışında lider. Turnirin cədvəlinə görə Qubanın 1-ci liqaya iddiaları davam etmiş kimi görünür. Amma vəziyyət o deyil. Klubun sahibi Ayaz Abdullayevin sosial şəbəkə hesabında son aylardakı paylaşımları hər şeyi deyir. Stat: Bu il 20 nəfərlə yola çıxdıq. Mövsümün 3-cü, 4-cü turunda 11 nəfər yolun yarısında düşdü. Arsızcasına. Qarşıda 10 tur, əlimizdə cəmi 9 futbolçu. Onlardan da 3-ü zədəli. Bir söz var: neyniyim, necə eləyim görməyəsən. Mən bu mövsüm onu yaşadım. Həm neyniyimi, həm necə eləyimi. 6 nəfərlə məşq etmək. Bu məşq deyildi. Komanda yaşamalı idimi? Şübhəsiz. Zaman hər kəsin yerini özünə göstərir. Futbol mənə bunu öyrətdi. Xəyanəti bağışlama. Mövsümü başa vurduq. Necə bitirdik, necə dayandıq, necə dözdüksə, bu həqiqətən bir kitablıq hekayədir. Ürəyim ağrıyırdı həqiqətən o uşaqlara. Bura qədər gəldik. Buradan sonra da çalışacaq ki, hər şey öz yolunu tapsın. Nə olacaqsa olacaq. Statın sonu. Məncə Quba FK-nın mövcud vəziyyəti bu paylaşımdan tam aydın olur. Şəki City klubu da Allah ümidinə qalıb. Hər şey ondan başladı ki, oktyabrda klubun prezidenti Elgin Hüseynov AFFA İntisam Komitəsinin qərarı ilə 6 ay müddətdən futbolla bağlı fəaliyyətdən məhrum edildi. O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb. Ümumiyyətlə, bu mövsüm Şəki City'nin Xudat City'yə qarşı etdikləri çox söz-söhbət doğurdu. Şəki təmsilçisi Xudatda hazır yığılıb formalaşan komandanı demək olar ki, tam heyətlə özünküləşdirdi. Məşqçili, oyunçulu. Amma proses zamanı hansı qayda pozuntularına yol veriblərsə, görünür sonradan AFFA-ya xəbər çatıb. Daha sonra mediada Şəki City'nin sponsoru olan Flybus'la müqaviləsinin pozulması xəbəri yayıldı. Klubda futbolçulara 4 ay maaş verilməyib. Buna cavab olaraq məvacib almayan oyunçular dekabrda klub rəhbərliyinə etiraz edərək Qaradağ Lökbətanla oyunda çıxmayıb və komanda texniki məğlubiyyət alıb. İkinci belə hal olarsa Şəki City liqadan kənarlaşdırılacaq. Klubun direktoru Zamin Əsədullayev işdən çıxarılıb. 17 futbolçu qarşılıqlı razılaşma əsasında klubla müqaviləsini pozub. Klub heyətdə saxlanılan 4-5 nəfər və şəkli futbolçularla çempionatda qalmağa davam edəcək. Hazırda klubda nəyin necə olacağından heç rəhmətlik Hacı dayı da baş açmaz. Çempionluq üçün oynayacağını bəyan edən klublardan biri də Şəmkir idi ki, hazırda bu iddia ilə uzlaşmayan 5-ci yerdə qərarlaşıb. Komandanın keçmiş baş məşqçisi Vüqar Nadirov heç cürə özünü bu klubda tapa bilmədi. 2024-cü ilin noyabrında gəldiyi Şəmkir FK-dan 8 ay sonra ayrılsa da, qısa müddət keçmiş yenidən vəzifəsinə qayıtdı. Amma bu dəfə fəaliyyəti cəmi 3 ay sürdü. 6 turda cəmi 9 xal toplayan, əsas rəqiblərinə uzan Şəmkirin vəziyyəti klub rəhbərliyini qane etmədi və Vüqar Nadirovla yollar ayrıldı. Mövsümün əvvəlində Şəmkirin maliyyə imkanları liqanın əksər klublarından yaxşı idi. Başda Şəmkirli iş adamı Adil Əliyev, Namiq Sarıyev olmaqla bir neçə rayonun təəssübünü çəkən imkanlı şəxs komandaya dəstək olurdu. Hətta deyilənə görə futbolçulara qa deyəndə ət, qu deyəndə su verilirdi misalı kimi davranılırdı. Yəni oyuncuların müqavilə heç bir sıxıntıları yox idi. Hətta maaşını 2-3 ay əvvəldən almış oyuncular da vardı. Əvvəlki klublarında 700-1000 manata oynayıb, Şəmkirdə bundan 2-3 dəfə artıq məbləğə
müqavilə imzalayan futbolçular da vardı, amma görünür təkcə pulla hər şey həll olunmur. Vüqar Nadirov komandanı bu şəraitdə irəli apara bilmədi və istefa verməli oldu. İndi komandanın baş məşqçisi Tovuzlu Rasim Əliyevdir. Lakin komanda bu mövsümlük böyük iddialardan əlini üzüb, yeni mövsümü gözləyir. Region liqasından 2-ci liqaya yüksələn Şirvana böyük futbol çox yaraşır. Səmədağa Şıxlarov, Tərlan Əhmədov kimi Azərbaycan futbolunda iz qoymuş keçmiş Əli Bayramlı indiki Şirvana. Təəssüf ki, Şirvan FK hələ region liqası səviyyəsini aşmayıb. Ümid edək ki, rəhbərlik, məşqçi və oyunçular peşəkar liqanın tələb və prinsiplərinə heç olmasa gələn mövsümdə uyğunlaşacaq. İkinci liqada son 6 sırada yer alan komandaların vəziyyətini isə turnir cədvəli göstərir. İlk altılıqla outsiderlərin ən güclüsü Kür Arazı 10 xal ayırır. Bu komandaların demək olar ki, hamısı Allah ümiddən yaşayan klublardır. Dövlətin yardım olaraq ayırdığı aylıq 5000 manat olmasa, yəqin ki, bu klubların əksəriyyəti də olmayacaq. Demək olar ki, pulsuz, parasız və ya cüzi maaşı oynayan futbolçular, onların məşqçiləri sadəcə futbol fədailərdir. Çox təəssüf ki, nə İmişli və Saatlıda, nə Göygöl və Ağdaşda, nə də Ağstafada rayonun komandasına dəstək olan, kluba sahib çıxan iş adamı var. Bu klublardan hansısa dağılsa, azarkeşləri sosial şəbəkənin altını üstünə çevirəcək ki, bölgələrdə futbol məhv olur. Buyurun, bölgəyə futbol gəlib, çıxsın ortaya 1-2-3 sponsor, biznesmen müəyyən kömək etsin. Yoxsa Allahdan buyruq, ağzıma quyruq məsələ ilə klub saxlamaq olmaz. AFFAdan gələn aylıq 5000 manat olmasa necə olacaq? Bir sözlə rəzalət. İkinci liqanı Peşəkar Futbol Liqasının Ərköyün, Şıltaq Liqası da adlandırmaq olar. Çünki burada hansısa komandanın mövsümün yarısında fəaliyyətini dayandırması da gözləniləndir. Başqa birisinin imkansızlıqdan hansısa çempionat maçına çıxmaması da. PFL rəsmiləri Allah deyə bəzi klubları şirin dillə, bəzilərini gələcəklə bağlı həvəsləndirməklə birtəhər liqanı qoruyub saxlayır. Klub yaratmaq istəyənlər də işə başlamazdan əvvəl pulunu, parasını, imkanını yaxşıca ölçüb qərar verməlidir. Siz futbol klubu yaratmağa qərar verirsiniz, gecə klubu yox. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.